Hər birinizi yeni bir vlogdan salamlayıram. İstədim ki, vlogumu elə Adina ilə başlayım. Adina da sizi salamlayır. Sizin üçün yeni bir maraqlı bir vlog hazırlayım və gördüyüm işləri 2 gün ərzində sizinlə də bölüşüm. Bu toyuğun can ətidir. Düzdür, belə forması toyuqdan fərqli kimi görünsə də çox dadlı olur. Bravo marketdən almışdıq. 4 manat neçəsə qəpiyədir. Bu zamanlar bundan çox alırıq biz. Evdə hədsiz dərəcədə çox sevirik. Əsasən də mən çox sevirəm. Yəni adicə toyuğu yeməkdənsə məncə bunu yemək daha da dadlıdır. Belə qızardıram. Duz istiyorsa kök vurub, yəni yağını da çox atmayın ki, özündən də yağ çıxır və həqiqətən də çox dadlı olur. Yanında da püre hazırlamışdım. Bundan sonra yoldaşımla gedirik Gənclik Mola və sizin üçün yolda da çəkdim. Biraz mağazalara baxdıq, orada gəzdik filan, vaxt keçirdik və orada həm də acmışdıq deyə yemək də yeyirik və sizin üçün istədim ki, bir neçə kadr da çəkim. Mənim paltarlarımın çoxu demək olar ki, elə moldan alıram. Molda da amma getdiyim bəzi mağazalar var. Məsələn, ən çox getdiyim LC-2-dir və paltarlarımın çoxunu da buradan almışam. Burada sevdiyim bir neçə mağaza var. New Yorker var, Terranova var. Yəni bunlar həm uyğun qiymətli mağazalardır, həm də yəni paltarlar da çox yaxşı olur. Alina olduqdan sonra isə belə oyuncaq mağazalarına da biz baxırıq. Çünki burada ola bilər ki, nəsə Alina üçün ala bilərik. Amma bu mağaza hədsiz dərəcədə çox bahalı idi. Yəni burada qiymətləri də görürsüz. Bundan sonra da gəldik Əli və Ninoya. Burada da çox gözəl bir şeylər var. Buranın demək olar ki, hamısı puzzle-dan ibarət idi. İkinci mərtəbəsi və maraqlı maketlər qoyulmuşdu. Burada Alina üçün mən keçən dəfə telefon almışdım. Düzdür, sizin üçün çəkməmişəm. Çalışacağam ki, növbəti vloqda onu çəkim və sizə də göstərim. Bundan sonra gəldik qızlar 1-2 dönərə. Burada mən əvvəl demək olar ki, bəlkə tələbə vaxtı dönər yemişəm. Ondan sonra heç vaxt oturmamışdıq və belə bir 19 manat 80 qəpiyə bir menyu sifariş verdik. 2 fərqli menyu idi. Bir şaurma menyusu, bir də adi dönər menyusu və hər biri 9.90 idi. Bu formada yeməyimiz gəldi. Ketçup və mayonezimizi qoymamışlar. Getdim yenidən istədim ki, menyuda soslar daxil idi. Belə dadları çox belə wow bir şey değildi, amma yəni adi ketçup mayonez məsələn bunların sosundan daha da dadlı olur. Amma pis değildi, yəni yemək olar. Belə çox da pis değildi. Çox bəyəndiyimi də deyə bilməyəcəm. Burada yeməyimizi yedik və yol üstü qayıdarkən belə marojna aldıq. Mən Bella'nın marojnasını görmüşdüm əvvəl, heç yeməmişdim və həqiqətən də çox dadlı idi. Bundan sonra ancaq yəqin ki, bundan yeyəcəm bezənə qədər. Və yoldan da dönərimizi aldıq qaynanam üçün və gəldik evə. Burada da mən artıq səhəri gündür, səhər yuxudan oyandım və paltarlarımı yığışdırıram. Çünki bu paltarları mən neçə gün idi ki, elə yuyulan paltarları gətirib yığırdım bura. Heç halım yox idi ki, buranı yığışdıram.
Paltarların çoxu Alinanın paltarları idi və bunları mən bir çox paltara ayırıram gün ərzində. Çünki başı tərləyir, ola bilər ki, paltarı tərləyir və bu zaman paltarını dəyişmək lazım olur. Buna görə də hər zaman Alinanın bir neçə paltarı belə üstdə qalır. Bundan sonra da keçirəm artıq buranı təmizləyirəm. Çünki bugün mamamgilə gedəcəyik və bu hissəni yığışdırıram ki, rahat makyajımı da eləyim, işlərimi görüm, çıxım. Burada yeni Alina üçün belə bir daraq almışdım. Oba marketdən almışdım. Bildiyiniz kimi, bəlkə aranızda bilənlər var. Mən Alina üçün belə hədiyyələr yığıram indidən ki, yəni nəsə xoşuma gələndə Alinanı fikirləşirəm və onun üçün alıram. Belə bir daraq almışdım və bunu da açıram. Düzdür, sonradan fikirləşdim ki, kaş açmadan qoyardım, amma eybi yox, onsuz da gələcəkdə biraz saçlar uzanandan sonra istifadə edəcək. Rəngi xoşuma gəlmişdi və arxası da bu formadadır. İstədim sizinlə də bölüşüm. Bunu mən 2 manata almışdım və artıq mən Alinanı başladım geyindirməyə, altını dəyişirəm. Çünki biz birazdan çıxmalıyıq və burada Alinaya istifadə etdiyim D vitaminimizdir, pudramızdır. Bunları da sizə göstərirəm ki, hələ də mən bunlarda dəyişiklik etməmişəm. Hələ də bunları əvvəlki qaydada verməkdə davam edirəm. D vitaminini 4 damcı verirəm və qarnını da burada göstərdiyim yaylıq formasında əski ilə bağlayıram. Təbii ki, Alina hər zamanki kimi hər şeyi ağzına aparır və onu da yeməyə çalışır. Qızlar, birazdan evdən çıxmalıyıq. İstədim ki, sizə bir neçə razı qaldığım məhsulu göstərim. Onlardan da biri budur. Bu məhsulu mən Trendyoldan sifariş vermişdim və bunun çoxlu başlıqları var. Əvvəlki videolarda sizinlə bölüşmüşəm. Əgər evinizdə körpə uşaq varsa, bu məncə çox yaxşı bir məhsuldur. Çünki mən məsələn Alinanı yerə qoyuram, altına örtü sərirəm və o örtünün üstünə bəzən ola bilər ki, üstümüzdən tük falan düşür. Uşağın ağzına getməsin deyə bununla təmizləyirəm tez-tez və çox tərtəmiz eləyir. Yəni bəzən olur ki, Alinanın paltarının üstündə, hətta öz paltarımızda belə xırda tüklər olduğu zaman bununla təmizləyirəm və bu hissədən bu üstündəkini rahatlıqla soya bilirsiniz və altından yenisi çıxır. Yəni bu formada bu başlıq məndə üçüncüdür ki, mən buna əlavə etmişəm. Hələ nə qədər də başlığım qalıb. İstədiyim sizinlə də bunu bölüşüm. Və o cümlədən indi mən hazırlaşmalıyam. Makyaj eləyəcəm. Sadə bir makyaj. Çox az vaxtım var və həmişəki məhsullarımı çıxarıram. Bir şeyi sizə məsləhət görmək istəyirəm. Əgər kim, yəni qaşı aşağı istiqamətlidirsə, yəni elə qaşlar var ki, məsələn məndə qaşım aşağı formadadır, yəni aşağıya doğrudur istiqaməti. Yəni əgər qaşınız belədirsə, bundan mütləq alın və sınayın. Üstündə belə şotkası da olur ki, siz bununla rahatlıqla çəkə bilərsiniz. Və şotkası mən məsələn indi yumalıyam bunu. Yəni bir neçə istifadədən sonra yuyub istifadə edə bilərsiniz. Yəni çox möhtəşəm bir məhsuldur. Axşama qədər əgər üzünüzə su dəyməsə, bu rahatlıqla sizin qaşlarınızı necə daramısınızsa o formada da saxlayır. Əgər başlığı qırılsa ya da yeni başlıq lazım olsa, mən baxın gördüyünüz kimi bu formada bunları hardan almışdım? Alivia'dan almışdım. Bilmirəm, onda indirimdə almışdım. Və bunun içində 10 dənə var. Artıq görürsünüz nə qədər qalıb içində. Heç çox işlətməmişəm. Yəni baxın, belə bir şeylər də alıb evdə saxlaya bilərsiniz. Bundan başqa həmişə istifadə etdiyim Golden Rose'un belə bir ənliyi var. Bundan istifadə edəcəm. Artıq demək olar ki, bitir. Ən sevdiyim dodaq qələmidir. MAC-ın belə bir qələmidir. Bundan istifadə edəcəm. Bu, yəni MAC-ın dediyim, bu adi mağazalardan aldığım 3 manatlıq qələmlərdəndir. Yəni bahalı bir şey deyil. Bu həmişədən qalma. İstəyirəm bunu bitirim.
Yəni bu köhnələn bir şey deyil də. Yəni hər dəfə bunu görürsüz məndə. İkinci hissədəki artıq demək olar ki, qıraqlarda qalıb. Çox tünd gəlir mənə o. Ona görə də orta hissəyə keçmişəm və bunu bitirdikdən sonra artıq yəni atacağım bunu. Faberlikdən belə bir primer var. Bundan da makyajın altından günəş kremindən sonra bundan istifadə edirəm çox zaman. Bəzən əgər mən linerdən istifadə etmirəmsə, bu qələmdən istifadə edirəm. Düzdür, bu qaş üçündür, amma mən bunu qaş üçün yox, gözümün üstünə liner kimi çəkirəm və çox gözəl bir şəkildə çəkilir. Digər qələmlər kimi, yəni axması filan olmur. Və olmazsa olmazım dodaq nəmləndiricim. Bu arada bu dodaq nəmləndiricim məndə aylardır ki var. Çox insan bir aya neçə dənə dodaq nəmləndiricisi istifadə edir. Mən bilmirəm bunu necə edirlər. Amma mən artıq birini aylardır ki, yəni istifadə edirəm. Bəlkə bir ildə bu gedəcək. Belə Nivea'dan alıram. Ucuz məhsulları almıram dodaq nəmləndiricisi kimi. Elə bir dəfə Nivea alıram və bəlkə bir il mənə bəs eləyir bu. Göz altlarıma Fitme'nin artıq adı da silinib üstündən. Belə bir, bilmirəm nömrəsi də silinib üstündən. Göz altına bundan istifadə edirəm. Bunu hələ açmamışam. Sizə də göstərmişdim. Bacım hədiyyə etmişdi bunu. Və bunun içində hələ də qalıb. Essensində ikisi də. Və bundan istifadə edirəm yaşıl rəngdəkindən. Çox gözəldir bunlar. Mən bugün uzun müddət mamamgildə olacağım. Buna görə də qələmdən yox, liner çəkəcəm və Maybelline'in belə bir qələm lineri var. Bu liner məndə artıq 3 ildir ki var və içindən demək olar ki, 1-3 ildə, bəlkə 5 ildə istifadə edə bilərəm. Hal-hazırda 80 manatdır deyəsən bu. Trendyolda hələ, bizdə bilmirəm neçəyədir. Siz ucuz bir yer bilirsinizsə, mənə də deyərsiniz. Düzdür, hələ ki məndə var, amma bunu məndə görüb bəyənənlər çox olur. Buna görə də bunun elə özünün belə şotkası var, başı belə liner çəkmək üçün. Bundan çəkirəm və bu professionaldır. Yəni axşama kimi qalır, axmır, heç bir şey dəyişiklik olmur bunda. Və belə bir lip glossum var. Bu aralar bundan istifadə edirəm. Dodaq qələmindən istifadə etdikdən sonra üstündən də bunu çəkirəm və çox gözəl görünür. Və bitdi. Ancaq mənə bunlar bəsdir. Mən tonal kremdən istifadə etmirəm gündəlik makyajda. Ancaq toyda filan belə istifadə edirəm. Belə sponcum da burada var. Bu da qalıb burada yuyacam yəqin ki. Çox az istifadə edirəm çünki tonal krem. Və gündəlik makyajım bunlardan ibarət olur. Bu arada qızlar saçlarım biraz yağlanıb. Buna görə də Batiste'nin bu quru şampunundan da istifadə edəcəm ki, biraz saçlarım həcmli görünsün, yağlı olduğu çox bilinməsin. Bunu mən alıram, belə aylarla istifadə edirəm. 9 manata almışdım axırıncı dəfə və məncə çox sərf eləyir. Hər gün istifadə etməyinizi məsləhət görmürəm. Sadəcə lazım olduqca istifadə edilməsi gərəkən bir şeydir. Çünki məsələn, mən bugün evdən çölə çıxmalıyam, amma vaxtım yoxdur ki, saçımı yuyum. Və bundan çəkirsiniz, heç yəni ki, sizin saçınızda 1 qram belə yağlılıq bilinmir. Bunu yaxşıca saçınıza yedirirsiniz. Heç ağ, yəni bəzi quru şampunlar olur ki, ağ formada qalır saçda, amma bunda elə bir şey olmur. Təbii ki, saçınıza yaxşı tətbiq etməsəz, çalxalamasaz, ola bilər, amma ki yaxşıca çalxalayıb və saçınıza tətbiq edirsiniz. Üstündən də əlinizlə və daraqla keçirsiniz, heç bir şey bilinmir. Bunu da qoyuram ki, yadımdan çıxmasın. Qızlar, bu arada bunu 2 manat 60 qəpiyə almışdım. Bədən spreyidir güya. Mən bunu otağı gözəl qoxu gəlsin deyə istifadə edirəm və məsləhət də görmürəm. Çünki tərkibində çoxlu spirt var, elə bil. Yəni vurduqdan sonra hiss eləyəcəksiniz ki, bunun spirt elə bil ki, çoxdur. Buna görə də bədənimə vurmağa qorxuram bundan. Buna görə də otağı belə qəşəng qoxu gəlsin deyə bundan istifadə edirəm. Yəni istədim sizinlə də bölüşüm ki, çünki mən qısa video olaraq bundan əvvəlki videolarda da bölüşmüşdüm. Yəni sizi də belə yanıltmış olmayım. Ona görə də sizinlə də bölüşürəm.
Və qızlar, düzdür, vaxtım çox azdır, amma bu məhsulu mən sizə deməsəm olmaz. Bu məhsulu mütləq alın, mütləq. Yəni baxın, bu formada saxlayıram, screen edin. Çünki bu məhsulun, baxın, mən sizə istifadəsini tez deyim burada. Hamama girməlisiniz məsələn. Əvvəlcə bunu üzünüzə çəkirsiniz. Bu peeling geldir, özdə dərinləməsinə təmizləyir və hiss edəcəksiniz ki, üzünüzdən o ölü dərilər necə təmizlənir. Düzdür, bunu təmiz dəriyə çəkirlər, tətbiq edirlər, əlinə üstündən masaj edərək o dəriləri çıxarırsınız. Amma mənim məsləhətim, əgər hamama girməmiş, bunu üzünüzə tətbiq edin və üstündən də, yəni duşunuzu alın. Çox belə təmizlənmiş, dərinləməsinə təmizliyi olacaq üzünüzdə və möhtəşəm bir nəticə əldə edəcəksiniz. Yəni bunu alın. Mütləq ki, yəni bunu istifadə etdikdən sonra mənim bu videomun altına siz bunu yorum olaraq yazacaqsınız. Mən bilmirəm bu harda, başqa harda satılır. Bir ünvanı bilirəm ki, oradan alıram mən hər zaman. Nərimanovda, metronun yaxınlığında Buse kosmetika mağazasından almışam. 7 manat olmalıdır. Yəni bu özdə çox gedir də. Yəni bir ildir ki, bəlkə məndə var, bəlkə bir ildən də çoxdur. Yəni möhtəşəm bir şeydir. Özdə Koreya məhsuludur. Yəni Koreya məhsulları bilirsiniz ki, necə gözəl olur. Yəni alın bunu, aldırın və ətrafınızdakiləri də mən inanıram ki, siz bundan aldıracaqsınız. Kaş mən üzümü çəksəydim sizin üçün. Bunu əvvəl sonrasını mütləq çəkib paylaşmaq istəyərdim. Yəni o dərəcədə sevdiyim bir məhsuldur. Sadəcə bunu həmişə deyirlər ki, təmiz dəriyə tətbiq etmək lazımdır. Sadəcə buna mənim vaxtım olmur. Çünki hamamdan çıxdıqdan sonra bir də bunu dərimə çəkməyə ərinirəm. Buna görə də belə bir yol tapmışam ki, bunu əvvəlcə dərimə tətbiq edeyim, yaxşıca peeling edeyim dərimi. Ondan sonra da öz işlərimi görürəm. Və üzdə saxlamaya ehtiyac yoxdur. Elə 5 dəqiqə, 5 dəqiqə də çox olar. 2-3 dəqiqə üzünüzü belə ovursunuz. Yəni yumşaq hərəkətlərlə. Onsuz bunun bitmə vaxtını biləcəksiniz ki, nə vaxt yəni saxlamaq lazımdır. Və üzünüzü yuyursunuz təbii ki. Hamamdan çıxdıqdan sonra da bir nəmləndirici kreminizi çəkirsiniz və super nəticə. Bu videonun altında da mənə təşəkkür etməyi unutmayın. Qızlar, biz bu markadan istifadə edirik Alina üçün pudra kimi və bu bitib artıq. İçində heç demək olar ki, qalmayıb. Buna görə də bugün bunun yeni aldıq bundan və bunun qiyməti 8 manat 40 qəpik idi. Sadəcə bunun içində qramı çoxdur. 100 qramdır içində və yəni 5-ci ayımızda, artıq 5-ci ayımız tamam olur. Bu ikinci idi məndə istifadə etdiyimiz və 5 ayda 2-dən bundan istifadə etmişik. Artıq 6-cı ayımızda da bununla keçəcəyik. Yəni məncə qiymətinə görə sərf edir. Düzdür, mən başqa bir şey istifadə etməmişəm. Bəlkə də bundan uyğun qiymətləri var, amma bu çox yaxşıdır. Yəni uşaq bişməcə olmur. İstəsəniz, yəni siz də bunu yaddaşda saxlayın. 8 manat 40 qəpikdir. Mən bilirəm ki, məni uşaqlı analar da izləyir. Belə bir şey almışdıq. Diş rezinidir bunlar. İçində su var. Babonundur və bunların qiyməti düzdür, biraz digərlərinə nisbətən bahadır. Təxmini 6 manat almışdıq bunu. Və Alina bunu düzün desəm sevmədi. Bu 4 aydan sonra istifadə olunur və Alina bunu demək olar ki, heç tutmadı. Buna görə də biz yenisini aldıq. Onu da sizin üçün çəkib paylaşacağım sizinlə. Yəni bu formadadır. Bundansa başqa cür, yəni tutacağı olanları alsaz daha yaxşı olar məncə. Qızlar, burada artıq evə gəlmişik və yoldaşım məndən meyvə istəmişdi. Mən də onun üçün belə bir meyvə hazırlayıram. Meyvələri mən alçanı və çiyələyi bir müddət suda saxlayıram ki, tam təmizlənsin. Düzdür, özüm yemirəm. Yəni uşağa görə qorxuram ki, çiyələk yeyim. Təsəvvür edin ki, bu çiyələkdə mən bir dənə yemişəm cəmi. Qalanı yemirəm ki, uşağa nəsə mənfi təsiri olar. Vlogumu bura qədər izlədinizsə sizə təşəkkür edirəm. Kanalıma abunə olmağı unutmayın. Sizin dəstəyiniz mənim üçün hər zaman dediyim kimi çox-çox önəmlidir və biz artıq 1500 nəfər olmuşuq. Sizə buna görə çox-çox təşəkkür edirəm ki, hər zaman mənim yanımdasınız
və inşallah ki, bundan sonra da dəstəklərinizi gözləyəcəm. Çünki abunə sayım artdıqca, siz videolarımı bəyəndikcə mən daha çox həvəslə vloqlar düzəltməyə və sizinlə bölüşməyə çalışıram. Çox sağ olun ki, mənə bu yolda çox dəstək olursunuz. Və qızlar meyvələrimi apardım, qoydum. Bundan sonra da keçirəm Aninanın paltarlarını yerləşdirməyə. Mən mamamgilə bunları aparmışdım. Düz ayaqqabılar ayağındaydı. Bunları da belə koftalardı. Papaq aparıram neçə dənə. Neçə dənə kofta aparıram. Bunları da xalası qızı gətirib ki, Anina başına taxsın. Belə önlükləri çox aparıram. Ağız dəsmalları. O cümlədən yaş salfetka və baxım məhsullarını aparıram bir neçə. Yəni bunlardan ibarətdir. Şalvar çox aparıram ki, ola bilər uşaqdır, üstü batar, nəsə olar. Təbii ki, yanıma bir neçə oyuncağını da almağı unutmuram. Və burada mənə aid olan hissədə ancaq bu qədərdir. Sadəcə iki cibində mənə lazım olan bəzi kosmetik vasitələri qoyuram və kaş tokum.